Salam əziz izləyicilər. Bugünkü mövzumuz sosial öyrənmə nəzəriyyəsi haqqındadır. Sosial öyrənmə nəzəriyyəsi insan davranışlarının necə formalaşdığını izah edən psixoloji nəzəriyyələrdən biridir. Bu nəzəriyyəyə görə insanlar yalnız öz şəxsi təcrübələri nəticəsində deyil, başqalarını müşahidə etməklə, onların davranışlarını təqlid etməklə və sosial qarşılıqlı təsir vasitəsilə də öyrənirlər. Sosial öyrənmə nəzəriyyəsinin yaranması Albert Banduranın adı ilə bağlıdır. Sosial öyrənmə nəzəriyyəsi 1960-cı illərdə Albert Bandura tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyə əvvəlki davranışçı yanaşmalardan fərqlənir. Ənənəvi davranışçı nəzəriyyələr yalnız mükafat və cəzanın davranışları formalaşdırdığını iddia edirdi. Lakin Bandura göstərdi ki, insanlar başqalarının davranışlarını müşahidə etməklə də öyrənirlər. İnsanlar başqalarını müşahidə edərək davranış öyrənirlər. Bu birbaşa təcrübədən deyil, başqalarının davranışlarını izləməklə də baş verir. Bandura insanların başqalarının davranışlarını təqlid etdiyini göstərmişdir. Bu prosesdə əsas 3 faktor rol oynayır. Davranışın cazibədarlığı, müşahidəçinin həmin davranışla bağlı gözləntiləri və davranışın nəticələri. Burada daxili koqnitiv proseslər vardır. Sosial öyrənmə yalnız xarici davranışa əsaslanmır, həm də insanın daxili düşüncə və gözləntilərini əhatə edir. İnsanlar davranışın potensial nəticələrini öncədən qiymətləndirir və buna uyğun qərar qəbul edir. Onların hansı davranışı seçmələrinə də məhz bu təsir göstərir. Əsas prinsipləri vardır. Birinci əsas prinsip müşahidə ilə öyrənmədir. İkinci əsas prinsip model olma və yaxud təqliddir. Üçüncü əsas prinsip isə mükafat və cəzadır. Üç əsas prinsipdən birinci müşahidə ilə öyrənməyə baxaq. Müşahidə yolu ilə öyrənmə insanların başqalarının davranışlarını izləyərək öz davranışlarını öyrənməsi deməkdir. Bu birbaşa təcrübə tələb etmir. Bandura müşahidə yolu ilə öyrənmənin 4 mərhələdən ibarət olduğunu bildirmişdir. Birinci mərhələ diqqət mərhələsidir. Bu mərhələdə müşahidəçi modeli izləməli və onun davranışına diqqət yetirməlidir. İkinci mərhələ yadda saxlama mərhələsidir. Bu mərhələdə müşahidəçi gördüyü davranışı yadda saxlayır. Üçüncü mərhələ təkrar qabiliyyətidir. Müşahidəçi davranışı təkrarlaya biləcək fiziki və koqnitiv bacarıqlara malik olmalıdır. Dördüncü, sonuncu mərhələ isə motivasiya mərhələsidir. Müşahidəçi davranışı təkrarlamaq üçün motivasiyaya sahib olmalıdır. İkinci əsas prinsip isə model olma, təqlid prinsipidir. İnsanın başqasının davranışını nümunə götürməsi və onu təqlid etməsi prosesidir. İnsanlar yalnız sosial statusu və etibarı yüksək olan şəxslərin davranışlarını təqlid etməyə meyilli deyillər. Həmçinin onlar üçün cəlbedici və məqsədə uyğun olan davranışları da təqlid etməyə meyilli olurlar. Təqlid həm uşaq inkişafında, həm də yetkin insanların sosial öyrənməsində əhəmiyyətli rol oynayır. Üçüncü mükafat və cəzadır. Bandura göstərmişdir ki, davranış yalnız müşahidə olunan nəticələrdən təsirlənir. Əgər bir davranış mükafatlandırılırsa, onun təkrarlanma ehtimalı artır. Əksinə, əgər bir davranış cəza ilə qarşılaşırsa, onun təkrarlanma ehtimalı azalır. Sosial öyrənmədə mühüm məqam odur ki, mükafat və cəza yalnız şəxs öz davranışı ilə deyil, başqalarının davranışlarının nəticələrini müşahidə etmək yolu ilə də təsir göstərə bilir. Qarşılıqlı determinizm vardır. Qarşılıqlı determinizm anlayışına görə insan davranışı yalnız xarici mühitdən deyil, bir qədər dediyimiz kimi davranış, şəxsiyyət və ətraf mühit arasındakı qarşılıqlı əlaqədə, təsirdə formalaşır. Bandura bu nəzəriyyəni sübut etmək üçün uşaqlar üzərində məşhur Bobo kuklası təcrübəsini keçirmişdir. Təcrübədə uşaqlar bir modelin kuklaya aqressiv davranış etdiyini müşahidə etmiş və daha sonra həmin davranışları təqlid etmişlər. Bu təcrübə göstərdi ki, uşaqlar aqressiv davranışları müşahidə yolu ilə öyrənirlər.
Sosial öyrənmə nəzəriyyəsinin tətbiq sahələri həddən artıq genişdir. Təhsil sayəsində müəllimlərin nümunəvi davranışları tələbələrin öyrənmə prosesini istiqamətləndirməsinə dəstək olur. Psixoterapiyada fərdlərin problemli davranışlarını müşahidə və təqlid yolu ilə dəyişmək mümkündür. Eyni zamanda media, televiziya, sosial medianın insan davranışlarına təsiri də məhz bu nəzəriyyə ilə izah olunur. Sosial öyrənmə nəzəriyyəsi göstərir ki, insan davranışları yalnız tərbiyə və genetik faktorlarla deyil, həmçinin başqalarını müşahidə etmək və sosial qarşılıqlı təsir nəticəsində formalaşır. Təqlid etmə və müşahidə öyrənmənin əsas mexanizmləridir. Sosial öyrənmə nəzəriyyəsi insan davranışlarının yalnız birbaşa təcrübə ilə deyil, həmçinin başqalarını müşahidə etmək, təqlid etmək və ətraf mühitlə qarşılıqlı təsir nəticəsində formalaşdığını göstərir. Sosial öyrənmə nəzəriyyəsini Albert Banduranın Bobo kuklası adlı təcrübəsi inkişaf etdirmiş və öyrənmə prosesində genetik faktorlarla yanaşı sosial qarşılıqlı təsirlərin də rolunu bizə praktik olaraq sübut etmişdir.